Salam əziz və hörmətli dostlar. Umuram ki, halınız yaxşı olsun. Biraz öncə kitab oxudum. İndi bu günləri bir dostların biri bir gözəl cümlə yazmışdı. O cümlə məni çox elədi. İçəridən qurcaladı. Və mən bir dənə məqalə yazdım. 10.000 hərfidən ibarətdir. Uzundur. Amma mənim üçün o cümlə çox mühüm olduğu üçün istədim sizlərlə də həm paylaşam, həm də ona görə yazdığım soruları bir neçəsini sizlə ortaya qoyam. Bəlkə bunları düşünək. Yəni bizə çox önəmlidir. Bir dostumuz vardı Instagramda, adı Səməd Behrəngidir. Bu bir cümlə yazdı. Mən Əhmədinəcada görə bir cümlə yazmışdım ki, nə cür bədbəxt olmuşuq ki, Əhmədinəcad kimi adamlar gəlirlər, bir cümlə, iki cümlə qələt farsı, türkü danışmaqla biz sevinirik, düşürük ora, amma bilmirik ki, əslində bizi təhqir edirlər. Baxın, bu ki, bir millətin dili rəsmi deyil və qeyri-qanunidir. Beləsi deyək, farsı dili qanuni dildir, qanun əsasında gəlibdir. O birisi dillər qeyri-qanunidir, çünki qanun əsasında gəlməyibdir. Və o birisi qanunlarda da izin verilmir. Deyir, adları bu adı qoyanmazsınız, kitab yazanmazsınız. Bunlar hamısı yəni qeyri-qanuni bir dildir. Qaçaq dildir heç olmasa, bu cürsə deyim. Və idarələrdə danışanmazsınız filan bəhman. Deyir ki, bu dostumuz deyir ki, o özü təhqirdir də, bundan böyük təhqir olmaz ki. Ərz edeyim, deyir ki, انسانها برای چیزی که درکی از آن ندارند مبارزه نمی‌کنند. İnsanlar o şeyə ki, hər o düşüncəyə, o fikrə, o hər şey ki, yaxşıdır ya pisdir. Amma insan onu dərki yoxdur, nədir? Bilmir ki, o nədir? Dərki yox, baş düşmür. Başa düşmür ki, bu nədir? Deyir, onun yolunda mübarizə eləməzlər, çalışmazlar, zəhmət çəkməzlər, həzinə verməzlər. Mənim vaqiyyətin desək, mənim nəzərimə çox ağır cümlədir. Çox böyük cümlədir. Mən elə birinci bu zehnimə gəldi ki, görəsən adamlar düşünmürlər, mübarizə eləmirlər, yoxsa düşünürlər də mübarizə eləmirlər. Çünki deyək ki, məsələn, əcəba İranda bir türk var ki, bilə ki, mən farsam. Bunu inanır ki, mən farsam, mən türk deyiləm. Azəri də deyəndə, yəni ki, yenə də heç olmasa azəricilər deyir, yəni biz fars deyirik da. Yəni beləsi buna heç olmasa buna inanırlar. Ya biraz da tocih eləyəndə deyir, yəni mən Azərbaycanlıyam. Və onda niyə mübarizə eləmirik ki, məsələn biz türkü axı farsla fərqimiz var. Məsələn farsın dili rəsmidir, bizim dilimiz rəsmi deyil. Bunu kim məsələn bilmir, baş tapmır. Amma dərk biraz dərindir. Dərk yəni bunu o qədər ciddi düşünəsən ki, bunun zərərlərini, xeyirlərini də düşünəsən. Dərk yəni bunu hiss eləyəsən ki, bunun mənfəəti, zərəli nədir? Məncə bu cür. İndi fikir edin ki, məsələn, millət deyəndə demokrasi baş tapırlar. Çünki demokrasi türkçə deyil ki. Farsca da deyil. İndi 50 ildir demokrasidən danışırlar. Bəlkə də mənim sinnimdən qabaq demokrasidən danışılır. Amma nə ustadı danışıq bilir demokrasi nədir? Nə demokrasini yaşır? Nə siyasətmədar bilir, nə hizbi bilir, nə hüquqdan bilir. Heç birisi bilmir. Əslən, heç birimiz bilmirik demokrasiyə nədir. Çünki yaşamadığımız bir şeyi necə bilərik? Bunun üçün yaşamalıdır bir şey. Bahalıq deyəndə hamı bilir. Dolar deyəndə hamı bilir. Benzin deyəndə hamı bilir. İşsizlik deyəndə bəzi adam bilir. Əməli cərrahi burnuna, gözünə, ağzına, dodağına hamı bilir. Amma azadlığı heç kəs bilmir. İndi mən bir dənə məsələ, bu sualın dalınca buna gəldim ki, axı biri də şah zamanından gəliblər, İrandan gəliblər, Avropaya, Amerikaya, Kanadaya və burada əvvələn özləri ilə çoxlu pul gətiriblər. İkinci gəliblər burada iş qura biliblər, iş sahibi olublar,
gəlirləri rahat olubdur. Dil öyrəşə biliblər filan bəhman. Amma bunları da görürsən ki, bunlar da demokrasi bilmirlər nədir. Kanadada yaşır ha, Amerikada yaşır ha, Fransada, İngilistanda, Almanda, orada, burada yaşır. Amma demokrasi bilmir nədir. Azadlıq bilmir nədir. Hüquq-i bəşər bilmir nədir. Hüquq-i milli bilmir nədir. Bəlkə oturub tərif eləyəndə gözəl təriflər verir ha. Sözləri çox gözəl gəlir nəzərə. Hə, qulağa hüquq bəşər elədir. Amma deyəndə ki, Azərbaycanlı bir türkün hüququ bəşəri nədir? Bir dənə türkəmənin, bir dənə bəluçun, bir dənə ərəbin hüququ bəşəri nədir? Orada hüququ bəşər bitir. Bir dənə molla olubdur. Bir nəfər gedib pastor olubdur. Bir nəfər gedib ittilaat olubdur. Bir nəfər gedibdir, nə bilim, bir şey ki, hökumətdədirlər, nə bilim, onlar ki, hökumətdədirlər. Nümayəndə məclis olubdur, vəzir olubdur. Məsələn, üçün elə bu işə giribdir, məhkumdur bu adamın zehnində. Bir nəfər məvadlı müxəddir satıb, bir nəfər oğurluq eləyib, bir nəfər nə bilim, birini vurubdur. Elə orada o məhkum edir. Yəni, heç baxmır ki, burada sistem nə cürdür. Axı, biz özümüz deyil o şey. Mən dönəncədə dostum, bir dənə fars dostumla danışırdım. Qədim dostum. Bəhsimizin sonu belə gəldi ki, biz ixtiyarımız var bu camiədə, özümüzün ixtiyarımız vardır bu toplumda. Özümüz təslimlərimizi, qərarlarımızı tuturuq, yoxsa özümüz tutmuruq. Məncə, əslən ixtiyar o cəbr adında bir şey əslən yalandır. Axı, bizim ixtiyarımız yoxdur ki. Mən misal vurdum dostumuza. Dostum da mənə tay mollalıq oxuyub yaz. Mən də mollalıq oxumuşam. Ona görə dedim, baxın, bir dostlar. Axı, biz bu cəbr o ixtiyardan danışanda belə sertifikatdən danışırıq. Biz bir dənə misal vursaq, bugünkü misalından bunu açarıq. Kompüterimiz var bizim bir dənə. Onun bir dənə hard diski var, hafizəsi var. Telefonumuzun da hafizəsi var. İndi fərq eləməz. Məsələn, bununki 32 GB-dır, onunki məsələn 500 GB-dır filan. Buna biz hafizəsində biraz əks veririk. Elə bunu alandan yavaş-yavaş əks alırıq, ayrı yerdən download edirik, yığırıq bunun içinə. Ya yazı yazırıq hətta içində, yazı doldururuq içinə. Sonra bir gün buna deyirik, sənin ixtiyarın var, seçəsən. İndi biz istəyirik buradan məsələn bir şey çıxadaq. Yazırıq məsələn, mənim adımı yazırıq, İnsafəli Hidayət. Elə interneti deyək da, interneti də hamı qoyubdur, yazırıq İnsafəli Hidayət. O ixtiyarı yoxdur ki, onu qabaqdan doldurublar. İnsafəli Hidayətə görə o qədər orada bir şeylər vardı ki, onun ixtiyarı yoxdur. O fəqət gedir onlardan birini seçir, onun seçir, yüzünü seçir, gətirir, düzür, orada deyir, bunlar sən hangisini götürsən, götür. Bizim də zehnimiz nənədən doğmamışdan doldurulur. Sonra biz onların əsasına təsmin tuturuq. Bunun harası bizim ixtiyarımız var? Mən nə təsmin tuturum? Bunun qabaqcan hər şeyin qoyublar, onu deyiblər, bunu tut ki, sən bunlardan birini seç. Mən istəyirəm bir dənə quşu alam, telefon alam. İndi bu cürsə bir misal duraq. Quşilər mənim zehnimdə var. Samsung filan bəhman. Gedirəm bazara, o birisləri ki tanımıram, almıram ki, tanıdıqlarımı alıram. Çünki mən tanıdıqlarımla dolmuşam. Biz təbliğatın məhsuluyuq. Mən buna brainwashing deyirəm. Biz hamımız təbliğatın məhsuluyuq. Mədrəsədə, kitablarda bizi təbliğ ediblər. Doldurublar zehnimizə. Televizyonda təbliğ ediblər, doldurublar. Sıxandıranlıqda təbliğ ediblər, doldurublar. Məsciddə təbliğ ediblər, doldurublar. Bizim zehnimiz doludur, hamısı təbliğatın. Hamısı təbliğatın. Biz azad insan deyilik. Əslən, azadlığın mənası yoxdur. Axı, mənə ya dedəm nənəm bir şeylər öyrədir, ya mədrəsə dövlət öyrədir, ya məscid mənbər öyrədir, ya yoldaşlarım öyrədir. Mən burada harda, mən nəminə özümdən var. Bunun üçün bu çox mənim öz düşüncəmə, bu üçün bir məsələni dərk eləyək, bu çox önəmli bir şeydir.
ki biz taza bir söz danışaq ki bu söz camiəmizdə yoxdur. Hər şeyi mən dünən dostuma dedim. Hər şeyi yıxaq, sıfırdan tikək. Yıxaq tərsəsini düzəldək. Mən dünən dostuma dedim, əslində deyək, kim deyib ki, 2 2-ni 4 elər. Əslən bunu niyə qəbul eləmişik biz? Hangi dəlillə qəbul eləmişik ki, 2 dənə 2-ni 4 elər? Gərək biz bunların hamısını şəkk eləyək, yıxaq. Və mütəəssifanə üçün biz zindicanlıq eləməmişik bunların bir çoxunu. Heç bilmirik ki, azadi nədir, demokrasi nədir, hüquq-i bəşər nədir. Hüquq-i bəşər kitabı Xatəmi dövlətində tərcümə oldu İranda. Yəni o günəcən hüquq-i bəşər kitabı 50 ilə yaxın keçirdi, hüquq-i bəşərin yazılışından tərcümə olmamışdı. Hüquqdanlar belə bilmirdilər ki, hüquq-i bəşər nədir. İndi də ki var da, yenə də hüquq-i bəşəri hər kəsin öz mənafi üçün. Vaqiyyət yoxdur, indi mən özümü burada heç ölçüsü deməyim. Mən qabaqcan xəbərnigarlıq eləyəndə deyirdim ki, mənə nə fərq elər, farslar da tutulsa yazacağam, türkcə tutulsa, kürt də tutulsa, ərəb də tutulsa, bəluç da tutulsa, hər kəs tutulsa yazacağam, hər kəs işgəncə olsa yazacağam, hər kəs filan bəhman. İndi amma görürəm ki, mən fars tutulanda çox nayrağında olmuram. Çünki özümə deyirəm ki, o mənimkilər tutulanda nayrağında olmur, yazılmır. Vaqiyyət, yəni əksüləməl göstərir. Sən mənim millətimi rəsmiyyətə tanımırsan, mən sənin niyə millətimi rəsmiyyətə tanımıram? Sən mənim dərdimi, mənim vətəndaşımın, dildaşımın, qandaşımın dərdini qəbul eləməyəndən sonra, ondan himayət eləməyəndən sonra mənim başıma daş dəyibdir səndən himayət eləyəm. İndi deyək ki, bir də mən, siz, o birisi, bu birisi, biz bir dənə məsələni, bu iki türk milləti yox biz. Bunu dərk elədik. Bildik ki, bizim rəsmi olub olmamağımızın nə zərəli bizə var, bizim dilimizin və millətimizin rəsmi olub olmamağının nə zərərləri bizə var, nə zərərləri, xeyirləri var. Və farslara nə zərəri var, nə xeyirləri. Bunu bildik, bunu düşündük, bunu bildik ki, bizə zərərdir başlanıyaq. Və farslara xeyirdir başlanıyaq. Çünki bizim dilimiz yox, onların dili var. Və bu dilin varlığının milyardılar dolar ildə xeyri var. Və bizə milyardılar dolar dilimizin qadağan olmasının zərəri var ildə. Milyardılar dolar. İndi bunu bildik. Acaba biz bilməyənləri neyniyək? Deyək, nağahdılar, cahildilər, düşünməzdilər, filandılar, bəhmandılar, bunların hamısını silah, süpüraq, ataq, dəriyə, bunlardan adam çıxmaz filan. Yoxsa bizə məsuliyyət gəlir ki, də onları ayıldıq. İndi onlar bizə tohin elirlər, onu neyniyək? Məsələn, gedirik orada deyirik ki, filan tohin elirlər. Düşünmürsən filan. Əlbəttə bunu deyim, mən vaqəən bunu deyim. Mən o zaman ki, Təbrizdə idim, çətlərə zadlara gedirdim. Çətlərin heç birisində insanlar durub mənə demirdilər, elədi, belədi. Hamısı gəlirdi, otururdular, suallarını soruşurdular, ədəbli əllərin, yaşlı kişilər belə. Məsələn, Allah şahiddir, mənim onda məsələn 30-35 yaşım var idi. Bəzi kətlərə gedirdim, elə bu işimdən ötürü. Adamlar görürüm, 90 yaşı var, elə ədəbinə, əllərin qoyub dizinin üstündə, qurmaş da qurmayıbdır. Dizi üstə oturub, əllərin qoyub dizinin üstündə uşaq kimi durub mənim qabağımda. Ağzını tikib mənim ağzımdan söz çıxır, onları soruşur. Və örgəşməyə çalışır. Amma gəlirsən Təbrizə, görürsən ki, o savadlılar düşünməməkdə şeyləri var. Yəni, o kətli düşünmək istəyir. Bilmədiği sözü deyir, mən bilmirəm, bunun savadı çoxdur, bunun düşüncəsi çoxdur, bunun dərin məndən heç olmasa, mən bundan örgəşim. Onda günah yoxdur, görürsünüz. Amma bizim bu adamlarımız ki, gediblər 5 oxuyublər, 7 oxuyublər, 9 oxuyublər, 12 oxuyublər, gediblər danışqaha 1-2 ildə orada təğəllübdən, zaddan gediblər orada. Digə bunlarla danışılmazsınız. Çünki özün əlləmi dəhd bilir. Çünki o qəbul eləmir ki, beyni onu yıxanıb. Mən qəbul edirəm. Mən özüm qəbul edirəm. Deyirəm, mən televizyonun, radionun, kitabın, ruznamənin, məcəllənin, dədəmin, mənbərin, məcidin, yoldaşlarımın, dostlarımın, famililərimin danışıqlarının, gördüklərimin təbliğat mərkəziyəm. Mən onları zeynim şeylikdində onları verir eşiyə. Amma heç kəs bunu qəbul eləmir ki, mənim zeynimi o birisilər doldurublar. Bunlar gəclə doldurublar, torpaqla doldurublar, aşqalla doldurublar, zayiatla doldurublar da.
adamları ki, məsələn, hələ bilmirlər biz türküyük, ya bilmirlər türklük bizim haqqımızdır, bilmirlər bizim Azərbaycan millətçiliyi, dövlətçiliyi haqqımızdır, bizim istiqlal haqqımızdır, onlara həmlə eləməməliyik, onlara tohin eləməməliyik, onları aşağı görməməliyik. Əslən, biz onlara ayrılmışıq ki, onlara ayrıldıq. Biz özümüz də bir zaman ayrılmışıq. Elə nənədən olanda ayrılıq deyildik ki, biz də bir zaman aparıbdı, zaman içində ayrılmışıq. Biz indi onlara örgətməliyik bildiklərimizi. Sual icad eləməliyik insanların zehnində. Şək yaratmalıyıq insanların zehnində. Axı, hamı eləyə bilməz ki, hər sahədə, hər yaşamın hər yol yöntəmində fikri olsun. Təbii ki, bunu örgəşəcəyik. Hamımız bir-birimizdən örgəşməliyik. Acaba, biz əslən bizə deyiblər və İranda bizə millətin mənası ilə qovmun mənasının nə fərqi var? Niyə məsələn qovm deyəndə deyir qovm Türk, qovm Lor, qovm Bəluç, qovm Türkmən, qovm Ərəb filan, amma Farsı qovm demir. Niyə demir? Niyə Farsı istisna edir? Millətin mənasının nə imtiyazları var, nə hüquqları var. Yəni deyəndə bir millət bir hüquq gəlir. Qovm deyəndə bir hüququ əldən verir. İran qanunları əsasında. İndi bu hüquq niyə bir millətə hüquq demir? Bir hüquqçular ya hətta Amerikada olanlar niyə məsələn demir ki, Ərəb də millətdir, Türk də millətdir, Ciləş də millətdir, Mazəni də millətdir, Bəluç da millətdir, Fars da millətdir. Niyə bunu demir? Türkmən də millətdir, Qəşqai də millətdir. Niyə demir? Əgər millət desə, hansı həqləri bu millətə verməlidir, amma istəmir versin, onu özü götürsün. O mənfəətidir, qazancıdır. Double qazancıdır. Neçə qat qazancıdır. Biz gərək bunları bir soruşaq görək. Amma mənim nəzərimə, dostlar, insan siyasi bir dirilikdir, varlıqdır. Çünki insan toplumsal bir yaşamda yaşaya bilər, tək yaşaya bilməz. Məsələn, canavar eləyə bilər, tək yaşaya, məsələn, bilmirəm, yaşaya bilər ya yox. Heç olmasa arvadı olmalıdır da, əri olmalıdır. Bəzi heyvanlar yaşayanməzlər, qarışqalar tək yaşayanməz. Arılar tək yaşayanməz. Yəni, hangi heyvan tək yaşasa, ölümə məhkumdur, aradan gedər, nəsli qırılar. İnsan bunların ən zəif mövcududur. Yəni, insan təkini əslən yaşaya bilməz. Əslən yaşaya bilməz. Çünki, məsələn, deyək, qoyun doğulandan yarım saat sonra yol yeriyər. Ceyran doğulandan 10 dəqiqə sonra qaçar. At doğulandan sonra balası 20 dəqiqə sonra atın balası qaça bilər. Hər heyvanın balası, bəzi heyvanların balası bir az zamanda qaçır. Amma insanın balası sürətli yoxdur qaçsa əslən. Əvvələn qaça bilməz. Neçə illər çəkər insanın balası yekələ qaça bilər. Amma onun sonra qaça bilməz. Tamam heyvanlar insandan yeyin qaçar. Biz zəif bir insanıq. Zəif olduğumuz üçün toplumsal yaşırıq, ictimai yaşırıq. O zaman ki, ictimadan danışdıq, siyasi olur. Fərz edin ki, toplumdan mən ailəni deyirəm. Dədədir, nənədir, 2 dənə uşaqdır. Elə bunu tutaq. Heç ayrı-ayrı tutaq. Buna deyirlər ki, çərdək ailə, çərdək toplum. Çərdək toplum. Çərdək bilirsiniz də, tuxuma deyirik. Almanın içində, hulunun içində bir çərdək var. Çərdək deyirik. Elə Türkiyədə də çərdək ailə deyirlər. Çərdək toplum deyirlər. Bu çərdək ailə ya çərdək toplum, bunun biri rəisdir. Alfa deyirlər elmdə. Alfadır. Deyir ki, mən deyəcəm, bu işi görün, o işi görün, diri qalaq. İkisi üçün zəifdir uşaqlar. Bunlar baxırlar dədiyə, nəniyə, əllərinə, bunları qorurlar. Yəni, elə buradan baxın, yəni burada siyasət olur. Biz nə alaq, nə almayaq, hara gedək, harada yaşayaq, nə yiyək, nə yeməyək, kiminlə gəlcədiyimiz olsun. Elə bu özü siyasətdir, bu özü siyasətdir. Siyasət yəni bu da, nə cür biz özümüzü idarə edək ki, ölməyək, diri qalaq. Nə cür özümüzü idarə edək ki, rifahımız çoxalsın. Nə cür özümüzü idarə edək ki, əmniyyətimiz çoxalsın. Nə cür özümüzü idarə edək ki, əlimizdə olanları almasınlar.
Nə cür idarə eləyək ki, yaxşı gəlirimiz olsun. Evimiz olsun, eşiyimiz olsun, gəlimiz olsun, gedimiz olsun, maşınımız olsun, arabamız olsun. Bura ki yetişdi siyasət. O silsilə məratibə yetişdi. Ha biri güclüdür, ikisi gücsüzdür, biri də ortadadır. Yəni elə siyasət. Siyasət yəni bu. Ona görə qədim danışmanlar deyiblər siyasət iki cürədir. Bir şəhər siyasəti, bir də ev siyasəti. İnsan əslində siyasi bir canlıqdır, varlıqdır. Yəni, mən desəm ki, siyasi deyiləm, yəni gərəkəm insan deyiləm. Mən adam deyiləm. Çünki adam siyasətə girər. Sən benzin bahalaşır, sənin zindecanlığın dəyişdi. Dolar bahalaşır, sənin zindecanlığın dəyişdi. Polis var şəhərdə, sənin zindecanlığın dəyişdi. Əraq içənməsən maşını tutarlar, tirgeç tutanmasan təni tutarlar, nə bilim, filan toya gedə bilməsən, arvadınla qızın kişi olan məclisə girə bilməz, tutular. Hansısı siyasi deyil? Bankı pul işlirsən, pulu qoyursan, banka siyasidir. Bayqdan pul götürsən, siyasidir. Çünki dövlət hamısında dixalət edir. Sən siyasətdən eşikdə yaşaya bilməzsən. İndi sən deyirsən, mən siyasətə dixalət eləmirəm, yəni çox gülünc bir şey. Ərz edeyim xidmətinizə ki, bəs biz siyasi yox və geri siyasətə dixalət edirik. Siyasətə dixalət edirək, birincisi budur ki, mən kiməm? Mənim nə haqqım var? Mənim vətənim haradır? Dövlətim var ya yox? Dövlətçilik dünyada siyasət dedim, insan siyasətlə doğurasın, yəni siyasətin içində doğur. Elə bir ki, balıq suyun içində doğur. Dünyaya gəlir. Biz də siyasətin içində doğuluruq və siyasətin içində ölürük. Hətta ölümüzdən də sonra siyasətlə bizi dəfn edirlər. Yəni, əgər bizi kəfənə qoyurlar, üzümüzü beləsi qəbirdə qoyurlar, üstümüzdə namaz qılırlar, bunlar hamısı siyasətdir. Yəni, fikir eləməyin, bunlar siyasi deyil. Namaz qılırlar, siyasi deyil. Nuhə oxurlar, siyasi deyil. Yox, bunlar hamısı siyasidir. Biz əvvəl gərək bilək ki, millətin mənası nədir? Və biz millət burada yox. Bu bizə çox önəm daşır. Ondan sonra millət hangi haqlara sahibdir? Biz bunları ölçüşməliyik, bilməliyik. Bizim vətənimiz nədir? Bunu bilməliyik. Bizlə farsların nə ilgisi var, nə rabitəsi var? Bu rabitə kimin nəfinə, kimin zərəlinədir? Axı, bir dənə rabitə ki, diqqət buyurun, bir dənə rabitə ki, tamamən bizim zərəlimizədir. Niyə ora giririk? Axı, hangi adam əqilli və əqilsiz? Bir dənə adam siz tapın, deyin ki, bu adam bilir ki, daimən bir nəfər bunun başına böyük qoyur, bunun əlindəkini alır, bunun ağzındakini alır, bunun geyimini alır, içimini alır, valını alır, filanını alır, bəhmanını alır. Amma yenə deyir ki, o məndən yaxçıdır və onun qabağında durmaq istəmir. Biz əcəba siyasət deyəndə bir şeydən qorxuruq. Niyə qorxuruq? Kimdən qorxuruq? Bizim ucazaq gücü vardı, ondan qorxuruq. Bu gücü ona kim veribdir? Bizdən kim alıbdır gücü? Niyə bizdə yoxdur o güc? Niyə bizim dilimizdə, toprağımızda o güc yoxdur ki, məsələn, bizim onları mücazat edirik? Onlar bizim ad qoyuruq filan kəs, mücazat edirlər, deyilə, yox qoymarıq, siz gedin, iş yerinizə, ya adamlarınıza, ya uşaqlarınıza ad qoyanmazsınız. Amma biz onlara deyəmirik. Biz onların dilində dərs oxumağa məcburuq, amma onlar bizim dilimizi oxumurlar, məsxərə deyirlər. Biz bunları bir-bir görməliyik. Bizim iqtisadımız keçən yüzildə günü-gündən dalıya gedibdir. Yəni biz məşrutədən qabaqdan bu günəcən Azərbaycanlılar, türklər dalıya getmişik. Siyasətdə bir zaman Fars adında bir ünsür siyasətdə yox idi. Hamısı türk idi. Bu günləri siyasətdə türk adında bir adam yoxdur. Hamısı farsdır. Biz silinmişik da.
Dedik siyasət də yəni yaşam. Yəni biz əgər silinirik siyasətdən, əgər dövlətdən silinmişik, əgər məclisdə nümayəndələrimiz bəli qurbandılar, nökərdən sonra bir şey deyirlər, onlar desin çıxın məclisdə rahpeymalıq eləyin, nümayəndələrimiz də əslərini götürsünlər, sıxsınlar, Xameneyini əsini götürsünlər, rahpeymalıq eləsinlər məclisin içində. Bunlardan sonra yəni biz nökər onlar dağa dururdu. Onlar dəstur verəcəklər, biz də icra edəcəyik. Məcəl biz bilmirik ki, farslar bizdən çox maliyyat alırlar. Məcəl biz bilmirik ki, maliyyat, Azərbaycanın maliyyatı, Türkün maliyyatı Azərbaycanda Türk məntəqəsində sərmayə qoyulmur. Tosəyə, inkişafa, genişlənməyə sərf olmur. Hamısı həzinə olur, xərc olur, hara? Farsistana. Məcəl biz bilmirik ki, bizim bankımız yoxdur. Tamam bahilər ki, İranda var, hamısı farslarındır və hər kəs hər pul alır və ya banka qoyur, pəsəndaz edir, hər neyinir. Hamısı gedir farslara işlir və bizə işləmir o pullar. Məcəl biz bilmirik ki, farsların onlar hizbiləri, cəmiyyətləri, NGO-ları var. Bizim bir dana yoxumuzdur. İranın için deyirəm, rəsmi hizbiləri var farsların və hər şey farsıdan difa edirlər və farsın olanları fars adına yox deyirlər ki, bu İranındır, bizə də təhmil edirlər onu, ərəbə də təhmil edirlər. Amma bizim, nə ərəbin, nə o birisinin, nə bu birisinin bir dana siyasi hizbi yoxdur. Ki bizim istədiyimizdən, arzımızdan, hüququmuzdan, mənafeyimizdən difa eləsin. Biz bilirik ki, bizim mədənlərimiz qarət olur, talan olur. Müftəsinə aparılır, Farsistanda sərvətə çevrilir. Bizim burada işsizlik yaranır, orada işlik. Bizim adamlarımız burada məcbur olurlar, gedərlər orada ucuz işləyərlər. Çünki bunlar oraya getməsələr, orada muz gedər yuxarıya. Amma bunlar gedirlər orada muz da aşağıya gəlir, farslar sərvətləşirlər. Amma biz burada qalırıq. Biz bəyə bunları bilmirik. Biz bəyə bilmirik, bu mədənlər bizim yerimizdə olsa, burada iş olsa, hizbilərimiz olsa, nümayəndələrimiz olsa, doğrudan bizim milli hökumətimiz olsa ki, bunu ala əlinə, bu gücləri ala əlinə bizim ehtiyacımız olmaz farslara. Bizim Tosəyə ittifaq düşər. Məsələn, biz bilmirik ki, dünyada hangi dövlət hangi millət müstəqil olubdur, vəziyyəti qabaqdan yaxtılaşıbdır. Siz bir dana dövlət, bir dana millət görsədin, deyin ki, bu məsələn, Rusiyyədən ayrılanlar üçün çoxumuzun yadımızdadır. Rusiyyədən ayrılan neçə dənə məmləkət İttihad-ı Cəmahiri Şurəvidən ayrıldırlar, oldular müstəqil. Deyin ki, 30 il onun üstündən keçir, 32 il keçir, ya hər neçə il keçir, 1990-dan deyəcəm 30 əməl-çədə yazı qabaq yazdalı, müstəqil olublar. Deyin ki, bunların vəziyyəti indi o zamandan dalıdır. Türkmenistanın vəziyyəti dalıdır, Qırğızistanın vəziyyəti dalıdır, Haranın vəzi, Azərbaycanın vəzi dalıdır. Heç birisi. Hətta Ermənistanın da vəzi yenə də o Rusiya dövrəsindən yaxçıdır. Bəs niyə biz müstəqil ola bilmirik? Yəni bunu niyə özümüzə soruşmuruq axı? Dünyada bir dənə təcrübə yoxdur ki, orada bir millət müstəqil olubdur, dalıya gedibdir. Niyə mən müstəqil olmayayım? Heç soruşuruq axı, niyə biz məcburuq mühacirət eləyək? Niyə gedirik ora? Biz niyə köçürük Tehrana, Kərəcə, İslam şəhrə, fulana, bəhmına? Niyə köçürük? İş axtarırıq da. Niyə iş torpaqlarımızda yoxdur ki, bir iş üçün gedirik ora? Ora getmirik ki, orada azadlıq buradan çoxdur. Getmirik ki, orada demokrasi buradan çoxdur. Getmirik ki, orada hüquqi bəşər buradan çoxdur. Gedirik ora ki, orada iş çoxdur, pul çoxdur. İş tapacağım, işləyəcəm, axşam əhli-alımın qarnını dolduracağım. Yeməğini tapacağım, gətirəcəm. Niyə mənim vətənimdə yoxdur? Niyə bu sərmayəni mənim vətənimdə qoymurlar? Əgər biz öz varlığımızın, mədənlərimizin, yeraltı və yerüstü qaynaqlarımızın maliki olaq. Əgər bizim özümüzün hizbilərimiz olaq, özümüzün mədrəsəmiz olaq, özümüzün radio televizyonumuz olaq, özümüzdən özümüz deyək, özümüz eşidək. Məncə əslən biz buna fikirləşmişik ki, niyə biz dalıya qalmışıq? Amma buna fikirləşənmək, niyə? Çünki
Əvvəl gərək bir tövsəə tapmış yer görək, sonra ondan müqayisə eləyək. Mən bir dəfə də dedim, məsələn, fikir eləyin ki, heç kəs bilmir ki, fikir eləyin bir dənə bir şeydir. Məsələn, mən indi bir dənə misal vurum, bir dənə addan. Məsələn, deyək ki, Çambalon. Məsələn, Çambalon nədir? Biz axı deyək ki, nəyə bənzir? Tanımırıq ki, bilmirik ki, nədir ki, onu bir şeyə bənzədək heç olmasa. Onun haqqında da məlumatımız olsun. Bilmədiyimiz şey nə? İndi biz də bilmirik ki, məsələn, Ərəb bandacı və Tövsəə biz elə gördüyümüz bu da olduğumuz yer bizə dünyanın ən yaxşı yeridir. Çünki buraya hələ heç olmasa keçinirik da. Bu da dünyanın yaxşı yeridir. Biraz da təəssübümüz var bura. Mən vətənimi çox sevirəm, buramı çox sevirəm, ayrı yeri sevirəm. Axı sən ayrı yerə getmirsən, sevirmirsən. Məsələn, sən ayağı qoymusan bir Türkiyəyə, bir İstanbula, bir Ankaraya, bir Əskişəhərə, bir İzmirə, bir Antalyaya görəsən ki, fərqlər nədir? Ondan sonra deyəsən ki, nə fərqi var? Budur ki, biz dostlar, ona görə bilmirik ki, nə qədər geri saxlayıblar bizi. Nə qədər farsça dilə əqəbmanda nigah daştəənd. Bizi nə qədər geri saxlayıblar. Qoymayıblar tövsəə tapaq. Nə fikrimiz tövsəə tapıbdır, nə elmimiz tövsəə tapıbdır, nə iqtisadımız tövsəə tapıbdır, nə sərvətimiz tövsəə tapıbdır, nə mediamız tövsəə tapıbdır, nə kitabımız tövsəə, bir şeyimiz tövsəə tapıbdır ki, dalıya qalmışıq. Günü gündən də dalıya qalmışıq. Bunu harda görürük? Görürük ki, xiyabanda bir-birimizi çox döyürük. Siz Amerikada, Kanadada bunu az görərsiniz, ya görməzsiniz. Görürük ki, insanların əsli arzusu budur ki, burnunuz adına əməl eləyə. Bunun başına çək yaza, pulun çıxada, ala, özünə biz indicən xura, amma o birisi yıxılır, yıxılsın. Xiyabanda dav elir, hər şeyin üstünə bir-birinin üstünə bıçaq çəkirlər, bir-birini öldürürlər, ər-arvad bir-birini öldürür, dədə-bala bir-birini öldürür, nənə-bala bir-birini... Bu da onun dalı qalmalıdır. Niyə Kanadada olmuş? Kanadada bir dənə indi alarm düzəldiblər, bir dənə vəziyyət qırmızı deyirlər İranda. Düzəldiblər. Birdən görürsən, bu telefonların hamısı zəhd saçlı. Kolli, məsələn, Ontario'da. Kanadanın 12 iyaləti vardı. Görürsünüz ki, hər iyalətin özünün bir şeyi var, zənci xətəri var. O qorxu xətərin çalınır. Məsələn, İsrail sübh saat 5-də xəbər çalırdı. Durduq gördük ki, bir dənə 1 yaşında uşağı dədəsi oğurlayıb aparıbdı. Qaçırdıbdı, arvadı ilə savaşıbdı, ya nə olubdu, istəməyib qalsın, götürüb qaçırdıbdı. O xanım onu xəbər vermişdi dövlətə. Dövlət onu kolli məmləkətdə axtar, deyirdi ki, bu qızın adı budur, şöhrəti budur, rəngi budur, libası budur, başının tükü budur, filanı budur. Əgər bunu bu adamın yanında görsəz, onu polisə xəbər verin. Kanadada demirəm adamı öldürməzlər, burada da olar. Amma ildə bir dana, 2 dana, 3 dana, 5 dana. Normalda da latlar öldürərlər. Yəni burada məsələn axşam gedirik qız cümə axşamıdır, cümədir, şənbədir, yekşənbədir, nə bilim bu günlərdə gedirlər, nə bilim klaba. Bir dana da bir xanım gəlib də onun üstündə görürsüz ki, mənlə getsin, sənlə getsin, savaşıblar, biri-birini vurubdu. Amma xiyabanda məsələn indi mən 17 ildir təqribən Kanadadayam. Təqribən 17 ildir. Təqribən mən siqnal çallam hər zaman. Siqnal təqribən eşitmərəm. Təqribən eşitmərəm. Diqqət buyurun, biz tövsəə tapmaq, inkişafın əlaimi bulardı. Dalğalmaqda olardı da. Qanun yoxdur, hüquq bəşər yoxdur. Dövlət zor deyir, millət bir-birinə zor deyir, bu ondan oğurur, o bundan oğurur. Hər kəs hər yerdən kəsə bilir, kəssin, rahat olsun. Kanadada mən hələ indiyəcən eşitməmişəm, bir nəfərə başına kələk çəkək. Mən ələn işləmişəm bir nəfərə 2 il yarımdır, pulumu verməyibdi. Dadqahda mənim nəfəmə hökmü veribdi. Adam deyir, mən pulumu vermirəm daha. Deyiblər bunu verin, federal dadqaha hökm versin, gedin. Ənvalın müsadir edin. Amma bu cür də deyir, yəni adam gedib çəkə ya filan eləyə adamın zindicanlığını götürüb apara və deyir ki, mən kef eləyəcəm.
Yəni biz bilmirik ki, məsələn, Farsların torpaqlarında dövlət çox sərvət qoyur və bizim torpaqlarımıza sərvət qoymur. Məsələn, bilmirik ki, orada metronu düzəldiblər, aparıblar. Təbrizin də aldığı vaqonları, nə bilim, qatarları filanları götürüblər, aparıblar ora. Təbriz hələf eləyən heç zotdur. Yəni biz elə bu qədər mən fikir edirəm ki, bizə yetişər. Yəni mən istədim fəqət bunu deyəm ki, əgər dostların sözləri olsa soruşsalar, mən xidmətinizdə varam. Biz gərək çalışaq ətrafımızda, dövrbərimizdə olan məsələləri diqqətli və fərqli düşünək. Yəni o şey ki, bizə deyirlər, onu qoyaq kənara. Deyək ki, əgər bu düz olsaydı bizi öyrətməzdilər. Bu farslara xidmət edir. Ondan sonra özümüz bir yol tapaq. Sağ olun əziz dostlar, sizə can sağlığı arzulayıram, sağ qalın.